Dədə Ələsgərin bir təcnisi var. Biri sin rədifli. İsmin 3 hərfdir. Ay, çeşmi, xumar. Biri mimdir, biri nundur, biri sin. Burada mim, m hərfidir, nun, n hərfidir, sin isə s hərfidir. Bunların üçünü yan-yana qoşanda, içinə saitlər salanda heç bir mənalı söz alınmır. Amma bunu tərsdən oxumaq lazımdır. Əvvəl sin, sonra nun, sonra m. Yəni sənəm. O sevgilinin adı Sənəm imiş. Sadəcə soruşa bilərsiniz, Ələsgər niyə tərsdən deyib? Bunu iki səbəbdir. Birincisi, qafiyyə görə, qafiyyə biri sindir. Ona görə sin aparıb, s hərfini aparıb baxır, əvvəlki hərfi aparıb baxır. İkinci də ki, ismi gizli qalsın deyə. El-Obasıda bilməsin də ki, Ələsgər Sənəm adlı bir gözəl şeir yazıb. Buna Avropalılar anagram mı deyir? Yəni, hərflərin yerini dəyişməklə mənanı itirmək. Yalnız Arif adam bilər ki, ismin 3 hərfdir, ay çeşmi, xumar, biri mimdir, biri nundur, biri sin deyəndə Dədə Ələsgər nə deyir? Yəni, sənəm. Həsrətindən 100.000 gizlin dərdim var, kimsəm yoxdur, açam deyən birisin. Bu aydındır, 100.000 dərdim var, amma bir kimsə yoxdur ki, onun birini açım deyil. Saldın məni ataşa hey, nara hey. Ataş bildiyimiz ateşdir, nar da elə ərəb dilində od deməkdir, alov deməkdir. Ateş farscadır, nar ərəbcə. Gözüm ağlar, dilim çəkər, nara hey, yəni nərə çəkir. Müştəriyəm, dost qoynundan nara hey. Bir dənə nar sözünü Dədə Ələsgər 3 cürə işlədir. Bu nar isə təbii ki, yarın sinəsindəki qoşanlara işarədir. Bir mürvət, satmırsan alan birisini. Müştəriyəm, dost qoynundan nara hey, bir mürvət, satmırsan alan birisini. Siyah zülfün nə tökübsən, yanasən. Siyah qaradır, zülfdə saç. Ya hurisən, ya pərisən, ya nəsən. Demədim ki, eşq oduna yanasan. Mən dedim ki, dur qıraqdan bir isin. Mən isin dedim, amma sən bu eşqin oduna yandın. Burada Ələsgər özünü deyir. Əvvəlki iki misrada müraciət edir. Ya hurisən, ya pərisən, ya nəsən. O bitdi. Amma axır iki misrada özünə deyir. Demədim ki, eşq oduna yanasan. Mən dedim ki, dur qıraqda bir isin. Ələsgərin yaz sözlərin varağa. Yuyar qəssal, bükər qəddim var ağa. Qəssal mürdəşir deməkdir, ölü yuyar. Qusl sözündən də, qəssal, qusl verən. Ağa bükər, yəni kəfənə bükər qəddim. Bu səfərdə 3 ehtiyat var, ağa. Bu səfər yəni ömür səfəri, ömür yolu. Burada 3 şeydən ehtiyat eləməlisin. Biri mizan, yəni mizan tərəzi. Allahın mizan adında bir tərəzisi var, orada bizim yaxşılıqlarımız və pisliklərimiz ölçülür. Biri sirat, sirat körpü adıdır. Sirat körpüsü. Cəhənnəmin üzərindən keçib cənnətə gedən körpüdür. Dünyadan cənnətə uzanan körpüdür, aşağısı cəhənnəmdir. Əgər günahın çoxdursa, o sirat körpüsündə davam getirməyib cəhənnəmə düşəcəksin. Yox, günahın ağırlığın azdırsa, rahat keçib bu tərəfə çıxa biləcəksin. Birisi, sin isə burada qəbir deməkdir. Dədə babadan deyərlər, yerə sinmək, yerinə bir olmaq. Bir də sin hərfi qəbirə bənzəyir. Elə yazılır bu cür, düz bir hərfdir. Sanki torpaqdır, qəbirdir. Dədə babadan qəbirə həmişə bizdə sin deyirlər, hərfinə bənzədiblər onu. Bir də türk sözləri var, türk dilində deyər ki, pişik yerə sindi. Sıçanın üstünə cummaq üçün, yerə sinmək. Bilmirəm, siz tərəfdə bu ifadə var, yox, bizdə işlənir. Deyir, bu səfərdə, yəni bu ömür yolunda 3 dənə şeydən ehtiyat eləməlisin. Biri mizan tərəzidir, biri sırat körpüsüdür, biri də sindir. Yəni, qəbir əzabı. Qəbir əzabı.
Burada da qafiyə xatirinə də Dəvəzgər tərsdən verib hər şeyi. Sin əvvəldə olmalıydı, yəni qəbir. Çünki əvvəlcə ölürsün. Sonra Sirat Körpüsündən keçirsən, sonra mizan tərəzidən çıxıb yerin bəlli olur. Belə bir gözəl tezmisdir. O qədər. Çox sağ olun ustad.